Ahak, A, B, C D nöqtələri yazıldığı ardıcıllıqla düz xətt üzərində qeyd edilmişdir. Yazıldığı ardıcıllıqla yenə olduğu kimi qeyd edirik. A, B, C və D. AD məsafəsi ümumilikdə 81-dir. 81 sm bərabərdir. CD parçası 36-dır. AB isə 39-dur. Bu nə sualdır? Ümumi 81-dirsə, bu ehsan sualdır ki, 81-dən çıxırıq 39 ilə 36-nın cəmini 39, üstə gəlir 36. Bizə verəcək nəyi? 75. 81-dən də 75 çıxdıqda cavab verəcək 6 sm. Burada böyük ehtimal ki, Y variantıdır. Sadəcə olaraq tam yazılar silinəndə, əl yazma qeydlər silindikdə alfanın başı orada gedib. Cavabımız olacaq 6. Lap 9-un buraxılış səviyyəsində oldu bu. Sizə üçün bir ehsan. Baxaq, radiusu 4 sm olan külənin daxilinə bərabər tərəfli silindir çəkilmişdir. Külə sətinin sayısı silindirin tam sətinin sayısından nə qədər böyükdür? Deməli, külənin radiusuna mən böyük bir R deyirəm. R bərabərdir 4 sm olsun. Və daxilinə bərabər tərəfli silindir çəkilir. Bərabər tərəfli silindirin ox kəsiyi kvadratdır. Yəni hansı ki, burada H bərabərdir 2R qaydası ödənir. Bu radius bu külənin radiusu ilə eyni deyil. Deməli, mən sizlərə bunu şəkil üzərində göstərəcəm. Bir külə. Nağdı bizdən külə sətinin sayısını soruşur. 4πr kvadratı. 4πr kvadratı. Külənin radiusu 4-dürsə, gətirib qoydum düsturda yerinə. 4 vurulsun pi vurulsun 4-ün kvadratı. 16 vurulsun 4, 64 pi. Mən lazım olan məsələnin birinci hissəsini tapdım. 64 pi. İndi gələk digər hissəsinə. Silindirin tam sətinin sayısını tapmaq lazımdır. Birinci bunun içərisində bir silindirimizi yerləşdirək. Geçen bir dənə silindirimizi çəkək. Çəkirik, çəkməyə çalışırıq. Fəzidinki silindirdir. Külənin radiusu 4. Şola deyək ki, mənim külənin radiusu 4-dürsə, onda silindirin oturacağının radiusu 4-dür. Xeyr. Baxın, külənin radiusu, mən bir küləyə bir mərkəz qoyum buradan. O mərkəzi deyirəm buradan. Və baxın, bu mavi külənin radiusu bu şəkildə göstərirəm. Radius 4-dür. Və mən, baxın, bu radiusu uzadıram, olacaq diametr. Əgər radius buradan bura 4-dürsə, deməli digər hissəsi də olacaq təbii ki 4. Və əgər bərabər tərəfli silindir salınıb deyilibsə, deməli bu silindirin ox kəsiyi kvadratdır. Ox kəsiyini kənarda çəkirəm. Ox kəsiyi kvadratdır, yəni H bərabərdir 2-yə. Baxın, kvadratdır bizim fiqurumuz. Müəllim hardan bildiniz? Bərabər tərəfli silindir sözündən tutdum dərhal. Diaqonalı toplamda olacaq bizdə. Deməli, 2 dənə radiusun cəmi, yəni diametr diaqonala bərabər olur. 8. Deyərsiniz müəllim, kvadratın tərəfini necə tapaq? Deməli, kvadratın tərəfi A olarsa, diaqonal olur A kök 2-yə. Deməli, mən diaqonalı kök 2-yə bölsəm, alacağım A-nı. Hansı ki, bu A, bizdə baxın, buradan bura qədər məsafədə, yəni H-dır. Və 8-in kök 2-yə nisbəti bizə verəcək. 8, 2, deməli 8 bölünsün 2, 4, yana da kök 2-ni yapışdırırıq, 4 kök 2. Bu rahat bölmə qaydası da 8-i içəri bölürsünüz, 4, yana da kök 2-ni yapışdırırsınız. Deməli, kvadratın tərəfi 4 kök 2-ymiş. 4 kök 2. Və həmin o 4 kök 2 bizdə baxın, bu hissədir. Bax, buradan bura məsafədir. Kvadratın tərəfi 4 kök 2. Eyni qaydada H 2 ilə bərabərdir. H-ı tapmışam 4 kök 2. Əgər H 4 kök 2-dirsə, yazıram 4 kök 2 bərabərdir 2 vurulsun R-ə. Və buradan da hər tərəfi 2-yə bölsəm, radius tapa bilərəm ki, radius olacaq 2 kök 2. Yaxşı, gəlin buradan göstərim. Əgər burada 4 kök 2-dirsə, burada 4 kök 2 olacaq. Niyə? Çünki kvadratın tərəfləri daxil. Və bizdə aşağıdakı bu hissədə, baxın bu hissədə. Və bunu sizə nəqli şəkildə göstərim, bu hissədə. Bizim oturacağımızın radiusunun 2 qatı var. Yəni bu oturacaqdakı bu çevrə var ha. 4 kök 2 ümumilikdə diametrdir. Oturacağın diametrdir. Əgər diametr 4 kök 2-dirsə, deməli radius nə olacaq? 2 kök 2. Müəllim hardan tapdınız? 4 kök 2-ni böldüm ki, 2 kök 2. Deməli, buradan biz tapdıq. Külə sətinin sayısı 64 pi. İndi gəlin silindirin tam sətinin sayısını tapaq. Silindirin tam sətinin sayısı düsturu bu şəkildədir. 2 pi RH üstə gələk 2 dənə pi r kvadratı. Çünki bizim oturacağımızdan 2 dənədir. Bərabərdir. 2 vurulsun pi. Pi 3 götürün demirdi. Heç bir şey yoxdur. Burada r toka verdik. Radius olacaq nə? Baxın, radius tapdıq buradan. Balaca yerimiz 2 kök 2-dir. 2 kök 2. H-ımız da budur. Baxın, buradan bura H məsafəsidir bizdə. Bu da 4 kök 2-dir. Vurulsun 4 kök 2. Üstə gələk. Bununla işimiz bitdi. İndi baxırıq 2 pi r kvadratına. 2 vurulsun, pi vurulsun. Yenə söhbət silindirdən getdiyinə görə silindirin oturacağın radiusla işləyirik. Çaşıb nə barədə? Buradakı radiusu da gətirib 4-ü yerinə qoyasınız. O küləyə aid idi. Bir dəfə istifadə etdik, qoyduq kənara. Demək radiusumuz 2 kök 2-dir. 2 pi 2 kök 2-nin kvadratı. Qaldı bunu hesablamaq. Deməli, 2 kök 2-ni 4 kök 2-yə vurduqda edəcək. Demək 8 kök 2-nin kök 2 vuranda 2, 8 vur 2 vur 2. Edəcək 32 pi. Üstə gələk. 2 kök 2-nin kvadratı edəcək bizdə yenə 8, 2-yə də vurduqda 16 pi. 16 pi. Toplam cəm olacaq 48 pi. Külənin deməli, külə sətinin sayısı 64 pidir. Amma bizdən deməli silindirin tam sətinin sayısı da 48 pidir. Bunların fərqini soruşur. 64 48-dən nə qədər böyükdür? Dəfə desəydi bölərdik təbii ki 64 pi-dən çıxırıq 48 pi-ni. Cavabımız olacaq 16 pi. Yəni Y bəndi. Əslində bəlkə bu sualları işləməyə əli örgəşən, vərdiş edən şagirdlər bunları tez şəkildə yaza bilərlər. Məsələn, müəllim olduğuma görə mən bu izahları sizə ötəri verə bilmərəm. Geniş şəkildə verməliyəm ki, hər detaya toxunaraq, hətta içərisində 1-2 metodu belə izah edim sizlərə ki, daha rahat gəlsin, daha anlaşılan olsun. Təbii ki, bunlar bu
Rahat sualdır, yaxşı sualdır. Yəni blok imtahanına görə, ikinci qrup suallarına görə qəşəng sualdır. Baxaq 8-ci misala. Ədədi silsilə, ən sevdiyimiz. Hə, deməli burada A-ın bərabərdir -27. A-ın bərabər -27. A1-imiz 3-dür. A7-miz -9-dur. Və buradan n soruşur. Mən buradan n necə taparam? İlk öncə əlimizdə ədədi silsilənin 2 dənə həddi varsa, həndəs silsilədə olsa fərqi yoxdur. 2 hədd varsa biz oradan mütləq şəkildə ədədi silsilə fərqini, həndəs silsilə vurğunu tap ortaya çıxarmalıyıq. Və silsilə vurğumuz nəyə bərabərdir? D. Mən bunu düsturla yazacağım ki, düstur bəlkə sizə rahat gələr. A7 çıxılsın A1. İstəyənlər bundan da istifadə edə bilər. A7 bərabərdir A1 üstəgəli 6D. Bundan da istifadə edə bilər. Hər ikisi doğru üsuldur. A7 çıxılsın A1 bölünsün onların məxrəc indekslərinin fərqi. Yazılır məxrəcdə 7 - 1. A7-miz -9-dur. Çıxılsın A1-imiz 3-dür. Məxrəcdə 7 çıx 1, yəni 6. 6 nə? -12 bölünsün 6 olacaq -2. Deməli mən tapdım ki, silsilə fərqimiz -2-yə bərabərdir. Və mən indi A-ni, ürəyim istəyir A1-ni ifadə edirəm, xoşunuz gəlmir. A7 ilə ifadə edin, heç bir fərqi yoxdur. A-ın bərabərdir A1, üstə gələk nə? İndekslərin fərqi n çıxılsın 1, vurulsun silsilə fərqi. Bu hazır deyilir o şəkildə. Hazır bir düsturdur. Açılışdı. A-ni soruşur ki, A-ın bərabər -27. A-ni yerinə yazdım -27. Bərabərdir. A1-imizin qiyməti 3-ə bərabərdir. Üstə gələk. N çıx 1. Mən nə bilirəm, n nədir qalsın olduğu kimi. Vurulsun D. D-ni də yerdə -2 qoyacağım. Vur -2. İstəyirəm bunu yaxşı belə yazaq sizin üçün qaranlıq qalan yer olmasın. İndi sağ tərəfdən başlayırım sadələşdirməyə. 3 üstə gələk. -2 nə vuranda olacaq? Nə? -2n. -2n. -2-ni -1 vuruqda olacaq. -2. Bərabərdir -27-yə. Buradan -2n. 3 ilə 2-ci cəmi oxşar toplanları sadələşdirək. Bərabərdir -27-yə. Buradan -2n bərabərdir -32-yə. N də bərabərdir. Harda? Hər tərəfi -2-yə bölsək n bərabərdir 16 olacaq. Bu da qəşəng sual idi. Olacaq. Bizdə D var. Ay müəllim, bu nədir? Bütün suallar qəşəng sualdırmı? Üçbucaqlı piramida. Gəldi uşaqların yaralı yeri olan fəza həndəsəsi. Piramidanın yan tirinin uzunluqları kök 2, kök 3, 3 kök 6 olub qarşılıqlı perpendikulyar olarsa, piramidanın həcmini tapın. The best düstur. Ən qəşəng düstur. Əgər piramidanın, üçbucaqlı piramidanın yan tilləri cüt-cüt qarşılıqlı perpendikulyar sözü görsəniz, bizim düsturumuz budur. Tillərin hasili bölünsün 6. Və nəyə bərabərdir? Kök 2 vurulsun kök 3, vurulsun 3 kökdə 6. Bölünür nəyə? 6-ya. Nə gözəl xəttim var mənim. Başlayaq sadələşdirməyə. Öz xəttimi özüm oxuya bilmirəm, gör şagirdlər necə oxusunlar. Həm fikirləşirəm, həm yazıram, həm danışıram. O səbəbdən özürlü hesab edin. Kök 2 vurulsun kök 3 bərabərdir ecə kök 6. Bir dənə də kök 6 burada var. 3-dən 6-nı ixtisar etdi 3-ə, yuxarıda 1, aşağıda 2 qaldı. Kök 6 vurur kök 6 bölü 2. Demək kök 6-nı kök 6-ya vurduqda 6, 6-nı da 2-yə böldükdə cavabımız olacaq 3. Bu da qəşəng sual idi. Yəni bu 1 dəqiqəlik sual idi. Yəni bu sual sizin digər suallar üzərində çox vaxt düşünməyinizə yararlı sualdır. Yəni buradan kastığınız zamanla çətin sualları həllinə vaxt ayıra bilərsiniz. Bax belə bir integral sualına. Deməli, mən ilk baxışda görürəm ki, burada sərhədlər bir o birinin tərsidir. Baş aşağı dayanıb. Onda nə edirəm? Birinci integralın işim yoxdur. 1-dən 4-ə x sinus. X-in qolun qıçını sındırdıq. X sinus 4x-in kvadratı dx. Buna işim yoxdur. Sadəcə olaraq bu integralın qarşısındakı işarəni tam olaraq əksinə dəyişirəm. Mənfi olacaq üstə gəlmə. Və integralın sərhədlərini dəyişə bilirəm. Bizim deməli integralımızın belə bir xassəsi var idi ki, integral A-dan B-yə fx dx bərabərdir. Siz integralın sərhədlərinin yerini dəyişə bilərsiniz ürəyiniz istəyən kimi. Amma bir şərtlə ki, qarşıya bir dənə mənfi atmalısınız. Mənfidirsə müsbət, müsbətsə mənfi olacaq ifadəmiz təbii ki. 1-dən 4-ə şəklinə gətirdim. Baxın, artıq ikisində sərhəd eynidir. Və integral altındakı ifadə ilə də işim yoxdur. Qoysunuz 4x-in kvadratı dx. Bərabərdir nəyə? Artıq integralın sərhədləri eyni olarsa, baxın, hər ikisinin integralın sərhədi 1-dən 4-dədir. Sərhədlər eyni olarsa, artıq mən böyük bir integralın altında bu ifadələri birləşdirə bilərəm. Elə bilin ki, necə ki, kök altında 2 vurulsun kök altında 3-ü birləşdirib kök altında yaza bilmirik. Əlbəttə yaza bilirik. İntegralda da bu fason demək birləşdirmə edəcəyik. Baxaq. X vurulsun sinus 4x burada mötərizəni yemişəm. Noş olsun mənə. 4x-in kvadratı üstə gələk. Mənim o üstəgə hardan çıxdı? İntegralların ortasında. X kosinus 4x-in mötərizə kvadratı. Və böyük mötərizəmizi bağlayıb yazırıq ki dx bərabərdir nəyə? Yenə 1-dən 4-ə əgər mötərizənin başında kvadrat varsa, bu içərdəkilərin hamısına aiddir. Yəni həm x-in başına aiddir bu kvadrat, vurulsun, həm də sinus 4x-ə aiddir. Sinus 4x-in kvadratı. Burada minnoş birdən 2 olmalıdır. Üstə gələk, eyni qaydada x-in kvadratı, üstə gələk kosinus 4x-in kvadratı. Baxın, kosinusun başına yenə 2-ni yazdım. Üstə gələk neydi? Vuraq. Bu da vurmadı. Vurulsun, kosinus 4x. Böyük mötərizəmizi bağladıq, yazdıq dx. Mən burada
İçeriden görün ne inecek, görünməməz ne inecek. Her ikisinde, her iki toplantıda ortak vuruq görürəm. X kvadratı, x kvadratı. Ona göre de x kvadratını ortak vuruq kimi çıxardım çölə. Ve içeride qalacaq sinus 4x, sinus kvadratı 4x. Üste gələk, kosinus kvadratı 4x. Ve bu da, böyük metrizlərə bağlayaq, dx'imizi yazaq. Ve bu ifadə bizə verəcək əsas trigonometrik eyniliklərdən bir. Müəllim, o hardan çıxdı? Kinder yumurtadan çıxdı. Hardan çıxacaq? Baxın, sinus kvadratı x üstə gələk, kosinus kvadratı x bərabərdir 1'ə. Və burada arqument məsəl üçün birində 3x, birində 5x olsaydı, təbii ki, siz bu bərabərliyi əsla və əsla yaza bilməzdiniz. Hər ikisində x arqumentinin yanındakı ədədlər eyni olmalıdır siz bunu 1'ə bərabərləşdirməyiniz üçün. Sizin bərabərləşdirməyiniz üçün. Və nə qaldı? İntegral 1'dən 4'ə. Bu artıq 1 verdiyinə görə 1 vurulsun x'in kvadratı, x kvadratı dx alındı. Bizdə çiçək kimi bir dənə integral. Necə hesablayırıq? Neyin törəməsi x kvadratını verir? Ay Allah, mən də hardan fikirləşim, əzbərləməmişəm, tapa bilmirəm. Burada qüvvətimiz 2'dir deyə, qüvvəti həmişə bir vahid artırırsınız və alınan ədədi yazırsınız bir dənə kəsr xətti çəkib onun məxrəcində. Bu qədər basit. X kub üstə gəl 3. Təbii ki, burada üstə gələk c və s. onlar da var. Amma burada artıq konkret sərhədlər verilib işləyək. 1'dən 4'ə. Bir dəfə x yenə 4 qoyacağım. 4'ün kubu bölünsün 3. Yuxarı sərhəddir bu. Bir də aşağı sərhədi qoyuram. 1'in kubu bölünsün 3. Ortada nə olmalıdır? Çıxma. Biz integral tapdıqda yuxarı sərhəddən aşağı sərhəddən qiymətlərdən tapıb çıxırıq. Bərabərdir 64 bölünsün 3 çıxılsın 1 bölünsün 3. Bu da bizə verəcək 63 bölünsün 3'ü, yəni 21. Cavabımız olacaq A bəndi.